Hər vaxtınız xeyir. Gəlin bugün məktəblərdəki ünsiyyətə, xüsusən də o qorxulu şagird problemlərinin həllinə tamamilə fərqli bir pəncərədən baxaq. Söhbət Kaspi Liseyinin tətbiq etdiyi münaqişəni sözün əsl mənasında əməkdaşlığa çevirən pozitiv enerji dövriyyəsi modelindən gedir. Yəqin ki, çoxunuz hə deyəcəksiniz. Düzünü desək, istər valideyn olaq, istərsə də müəllim, məktəbdən gələn və adətən yaxşı heç nə vaad etməyən o zənglər hamımız üçün əsl stres mənbəyidir. Bax, bugün danışacağımız model məhz bu gərginliyi kökündən həll etməyə hədəfləyir. Yaxşı, gəlin əvvəlcə problemin özünə baxaq. Yəni, bu enerji problemi nədir və niyə ənənəvi üsullar çox vaxt təsirsiz qalır? Baxın, vəziyyət adətən belə olur. Müəllim narazıdır, valideynə şikayət edir, valideyn əsəbləşir, evdə uşağı danlayır, uşaq isə incimiş və həvəsdən düşmüş halda yenidən məktəbə qayıdır. Bu, elə bir zəncirvari reaksiyadır ki, getdikcə böyüyür və sonda heç kimə, amma heç kimə fayda vermir. Bəs bu negativ zənciri qırmaq mümkündürmü? Əlbəttə. Və bu modelin ürəyində dayanan çox maraqlı bir nəzəriyyə var. Gəlin görək bu nəzəriyyə bizə nə deyir? Deməli, bütün məsələnin açarı budur. Problem mənfi enerjinin özündə deyil, bizim onu necə ötürməyimizdədir. Bu nəzəriyyəyə görə, hətta ən negativ bir emosiyanı belə düzgün kanala yönəltsək, ondan böyümə və inkişaf üçün bir fürsət kimi istifadə edə bilərik. Burada çox incə bir məqam var. Təsəvvür edin, negativ enerji birbaşa, yəni bütün emosiyalarıyla birlikdə ötürüləndə sanki bir partlayış yaradır. Amma həmin enerji bir filtrdən keçəndə, yəni analiz olunub sakit bir şəkildə çatdırılanda gücünü itirir və idarə olunan bir məsələyə çevrilir. Məhz o zaman konstruktiv həll mümkün olur. Nəzəriyyə çox məntiqli səslənir, elə deyilmi? Yaxşı, bəs reallıqda bu möcüzəvi filtr nədir və necə işləyir? Gəlin indi sistemin praktik tərəflərinə keçək. Və budur sistemin təməl qaydası, bəlkə də ən radikal səslənən qaydası. Müəllimlərin valideyninə birbaşa negativ məlumat verməsi qəti qadağandır. Bəli, ilk baxışdan qəribə gələ bilər, amma əslində bütün sistemin sütunu məhz bu qaydadır. Bu, o negativ zənciri hələ başlamadan qırır. Bəs filtr rolunu kim oynayır? Məktəbin idarəetmə komandası. Onlar nedir? Bütün şikayətləri özləri qəbul edirlər. Bununla da həm müəllimi emosional yükdən azad edirlər, həm də şagirdi ani reaksiyalardan qoruyurlar. Yəni fokus kim günahkardır sualından problemin necə həll edək sualına keçir. Yaxşı. Gəlin indi bir şikayətin məktəbə daxil olduğu andan etibarən bütün prosesi addım-addım izləyə görək bu dövriyyə necə forlanır. Proses ümumilikdə bu 5 mərhələdən ibarətdir. Və diqqət edin, valideyn görüşü siyahının haradasa ən sonlarındadır. Bu təsadüfi deyil. İndi hər bir addımı bir-bir açaq. Hər şey buradan başlayır. Fərqi yoxdur. Problem şagirdin dərslərinə aid olsun, yoxsa davranışı ilə bağlı olsun, bütün məlumatlar ilk növbədə birbaşa valideynə yox, mərkəzləşmiş şəkildə direktor müavininə çatdırılır. Bax, bu mərhələ sistemin ürəyidir. Buna sosial dəstək fazası da deyirlər. Məqsəd cəzalandırmaq deyil, problemi dərindən anlamaq, şagirdə dəstək olmaq və həll yolunu birlikdə tapmaqdır. Yəni şagird özü də problemin həllində aktiv rol oynayır. Və budur sistemin bəlkə də ən güclü və ən təsirli qaydası. Təsəvvür edin, problem məktəb daxilində həll edilir və valideynin bundan heç xəbəri də olmur. Bu nə deməkdir? Bu o deməkdir ki, şagirdin etimadı qorunur və evdə yaranacaq o əlavə gərginliyin qarşısı tamamilə alınır. Təbii ki, bəzi problemlər daha dərin ola bilir. Əgər ilkin müdaxilə yetərli olmasa, məsələ tək bir adamın çiyinlərində qalmır. Problem daha geniş, peşəkar bir komandanın müzakirəsinə çıxarılır. Və bu komanda da sıradan bir komanda deyil. Baxın, burada həm idarəçi var, həm psixoloq, həm də fən mütəxəssisi. Yəni, məsələyə hər tərəfdən baxılır. Məqsəd bircə dənədir. Şagird üçün ən doğru dəstək mexanizmini tapmaq. Yalnız və yalnız bütün bu daxili cəhdlər nəticə vermədikdə valideyn prosesə dəvət olunur. Və artıq bu zəng, uşağınızdan şikayət var zəngi deyil. Bu zəng, biz bir neçə üsulu sınadıq, indi isə gəlin birlikdə bir həll yolu tapaq, sizin dəstəyinizə ehtiyacımız var zəngidir. Fərq çox böyükdür.
Bu yanaşma görüşün bütün ab-havasını dəyişir. Artıq valideyn müdafiəyə çəkilmir. Əksinə, hiss edir ki, məktəb onunla eyni komandadır və məqsəd övladına kömək etməkdir. Bütün enerji münaqişəyə yox, əməkdaşlığa sərf olunur. Və nəhayət, dövriyanı tamamlayan ən gözəl addım. Bu sistem sadəcə negativi filtrləmir, eyni zamanda aktiv şəkildə pozitiv enerjini ailəyə ötürür. Yəni, valideynlər övladlarının ən kiçik uğurları, müsbət dəyişiklikləri barədə mütəmadi olaraq məlumatlandırılır. Yaxşı, bəs bütün bu mürəkkəb, amma məntiqli sistemin yekun nəticəsi nə olur? Hər bir tərəf, şagird, müəllim, valideyn bundan nə qazanır? Nəticələr həqiqətən də hər kəs üçün pozitivdir. Şagird özünü damğalanmış hiss etmir, müəllim emosional yükdən və valideynlə birbaşa qarşıdurmadan azad olur. Valideyn isə məktəbə güvənir, övladının tərəfində olduqlarını bilir. Bütün bunlar da birlikdə daha sağlam, daha pozitiv bir məktəb mühiti yaradır. Və əslində son hədəf də elə budur. Çünki məktəbdə özünü güvəndə, dəyərli və dəstəklənmiş hiss edən şagird bu pozitiv enerjini özü ilə birlikdə evinə də aparır. Yəni bu model təkcə məktəbin divarları arasında qalmır, birbaşa ailələrin də xoşbəxtliyinə təsir edir. Bu təhlilimizi bu sualla yekunlaşdırmaq istəyirəm. Bir anlıq düşünün. Əgər hər bir problemə bir böhran kimi deyil, böyümək üçün bir fürsət kimi baxsaq, nələr dəyişər? Bəlkə də bu model təkcə məktəblər üçün deyil, elə həyatımızın özündə də negativi pozitivə çevirmək üçün mükəmməl bir bələdçidir.